Uzaq qohumumuzda olan bir oğlan mənə sevdiyini söylədi və mənim də ona heç bir hissim yox idi. Məktəbə gedəndə və gələndə arxamca maşınla gəlirdi. Bir il belə davam etdi. Çox gözəl anılarım oldu. Amma bir dəfə də olsun üz-üzə söhbət etmədik. Sinif yoldaşımın qardaşı bir-birimizdən söz aparıb gətirirdi. Bir gün mən ona bu nə qədər belə davam edəcək dedim və ailəsini bizə elçi göndərdi. Anam isə razı olmadı. Mən ölərəm, amma səni kəndə ərə vermərəm dedi. Kənddə toy oldu. Orada məni şəhərdə yaşayan bir ailənin qızı qardaşına çox yaraşdırdı və şəklimi qardaşına göstərdi. Qardaşı məni çox bəyəndi və üz-üzə görüşmək istədi. Məktəbin qarşısına gəldi və biz bir-birimizi gördük. Mənim heç xoşum gəlmədi, çünki qəlbimdə öz sevdiyim var idi. Elçi gəldilər, anam atam razı oldu. 10 ay nişanlı qaldıq. Get-gedə mən də öyrəşib sevməyə başlamışdım. Evləndik. Başlarda qaynanam zəhər dili ilə məni sancmağa başlayırdı. İndi artıq dincəlib öhdəsindən gəldim. Artıq 2 oğlum var. Həyat yoldaşımı çox sevirəm. O da məni çox sevir. Bəzən ağlıma köhnə sevgilim gəlir. Amma sadəcə onun çox xoşbəxt olmağını istəyirəm. 6 ildir ki evliyəm, amma o hələ də subaydır. Allah ki, qarşısına yaxşı bir insan çıxıb evlənər. Mənim ona olan hisslərim uşaqlıqmış sadəcə.